Görünür, Minsk qrupunun buraxılmasına etiraz həm də məhz onunla bağlıdır ki, Qarabağ mövzusunu bu və ya digər ermənipərəst ölkələrin siyasi tribunalarına daşımaq mümkün olsun. Bu mövzu gündəmdən çıxmasın. Ancaq Azərbaycanın məhz Avropa cəmiyyəsində artan nüfuzu, Prezident İlham Əliyevə göstərilən etimad həmin planları əlbəttə ki, alt-üst edir. Məsələn, Avropa İttifaqı rəsmiləri Avropa Siyasi Birliyinin son Albaniya toplantısında Azərbaycan liderinə münasibətdə nümayiş etdirdikləri səmimiyyəti konkret qərarla yeni müstəviyə keçirdilər. Söhbət Birliyin 2028-ci ilə nəzərdə tutulan zirvə görüşlərindən birinin məhz Bakıda keçiriləcəyindən gedir. Bu, faktiki Prezidentin orta güc diplomatiyasının növbəti praktik nəticəsi, növbəti uğurudur. Avropa liderlərinin Bakıya gəlişinə dəstək ifadə etmələri Azərbaycanın yaratdığı postmüharibə reallıqlarının tam qəbulu anlamına gəlir. Bunun başqa izahı yoxdur. Və bu reallıqlar Ermənistana siyasi manipulyasiyalar arbitini xeyli daraldır. Beləliklə, qarşı tərəf qoca qitəni öz yanına çəkmək üçün hər cür oyuna getsə də, görünür olur ki, sonda bu səylər bumerang effekti ilə İrəvanın özünə qayıdır. Və qoca qərb yenə də məhz Bakını seçir. Ancaq onu da nəzərə almaq lazımdır ki, hayların Avropalılardan yardım planı hələ ki davam edir. İşlək vəziyyətdədir. While the EU's decision to support Armenia through the European Peace Facility marked the Məsələn, məğlub ölkənin Xarici İşlər Naziri Ararat Mirzəyan deyir ki, Ermənistan Avropa İttifaqından tək Azərbaycana təsir göstərməyi xahiş etmir. Həmçinin Avropa Sülh Fondu vasitəsilə yardımların davamına çalışır. Yəni, dilənçi diplomatiyasının davam etməsinə. Ötən il Avropa İttifaqının Ermənistanı Avropa Sülh Fondu vasitəsilə dəstəkləmək qərarı ciddi nailiyyət olsa da, biz 2025-ci il ərzində də fond vasitəsilə yardımların davamını xahiş etmişik. Əmin etmək istəyirəm ki, bu yardım tək Avropa İttifaqının tərəfdaşlığımızı genişləndirmək və dərinləşdirməklə bağlı siyasi iradəsini əyani nümayiş etdirmir. Eyni zamanda çətin anlarda Ermənistanın dayanıqlılığını da möhkəmləndirir. Başqa sözlə, hər şey gün kimi aydındır. Ermənistan indi adı Sülh Fondu olsa da, əslində bu və ya digər bölgədə müharibələrin alovlanmasını stimullaşdıran, son zamanlar isə pulların böyük hissəsini Ukraynaya istiqamətləndirən Avropa Sülh Fondundan maliyyə qoparmaq üçün faktiki dilənir, yalvarır. Ona görə də düşünmək olar ki, bəzi çatışmazlıqlarını məhz bu gəlir sayəsində qapatmağa çalışan, ödəməyə çalışan ermənilər vəziyyətdən sui-istifadə edərək silahlanma prosesini də yeni mərhələyə keçirmək üçün çabalar göstərirlər. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür. Birincisi, bunu kim yoxlaya bilər? İkincisi, siz onlara 10 milyon verirsiniz və sonra isə digər 10 milyon planlaşdırılır. Beləliklə, Ermənistana silah almaq üçün pula qənaət imkanı yaranır. Nəinki Fransa onlara məhvedici silahlar göndərir. Onda onlar bunu niyə edir? Onlar nəyə hazırlaşır? Əgər sülh istəyirlərsə buna ehtiyac yoxdur. Dəfələrlə biz bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq.